Böhran irəldədir, yaxındadır. Biz ona hazır mıyıq? Məncə hazır deyilik. Ən böyük böhran, baxın, Trump'ın bir sözü vardı. Daha doğrusu bir xəbər deyildi. Deyildi ki, Barzaniyə, sonra Talibaniyə bu zəng eləyib onlarla danışıb. Nədən İran məsələlərinə məşğul olduğu bir anda onlara zəng eləyib. Çox təhlükəli bir durum var. Bu təhlükəli durumu da biz bilirik. Qərbi Azərbaycan ostanına Kürdlərin iddiaları və onların silahlı olmaları. Heydər bəy, bunu bir yerə yazaq. Bəlkə də bizim o güneylilərdən indi enində sonunda baxanlar olacaq. Yəni orada internetin vəziyyətinə görə deyirəm. İranda bütün etnik qrupların əlində silahlı güc var. Bir türklərdən başqa. Kürdlər, Lurlar, Ərəblər, Bəluşlar və əlbəttə ki, Farsların əlində bir Sepah deyilən bir güc var. Amma türklərin əlində elə bir silahlı güc varmı? Belə danışanda bizim bəzi dostlarımız deyir ki, onu eləyərlər deməzlər. Nazir deyiləm, rəsmi şəxs deyiləm, mənə kim mane olur ki? Amma orada olmaması böyük bir dərd, böyük bir problem. Nəzəri məsələlərdən filandan danışa bilərik və danışmalıyıq. Amma bugünün problemi, bugünün aktual, gündəmdə olan problemi bizim Qərbi Azərbaycan ostanında özünü müdafiə dəstələrinin olmamasıdır. Bəlkə də gizli şəkildə bəzi təşəbbüslər filanlar olub ki, xəbər bizə çatmaya bilər. Eyvallah, nə gözəl. Kaşki elə olaydı. Bu təhdidlərdən birisidir. Amma bu arada bir məsələni də deyim. Bax, 12 günlük müharibə vaxtı da mən demişdim. Sizin proqramınıza da dedim. İranın nüvə silahına sahib olması Azərbaycan üçün, bölgə üçün, Türk dünyası üçün, bütün dünya üçün böyük bir bəla ola bilərdi. 12 günlük müharibə vaxtı da onu vurmaqları, Natanzı, nedir o, Fordonu, o birisini, bu birisini vurmaqları çox gözəl bir hadisədir. Çünki baxın, bu rejim Şimali Koreya rejimindən heç də fərqlənmir. Bəlkə də ondan daha qəddar bir rejim. Bu son 2 ayda biz gördük bunu. Son 3 ildən, 4 ildən bir bu böhranlarda, siyasi böhran nəticəsində deməli, hakimiyyətlə toqquşmada nə qədər insanın öldüyünü, sonra bu insanların zindanlara atılmasının biz şahidiyik. O cümlədən bizim deməli o soydaşlarımızın. Və bunun bir də nüvə silahına sahib olduğu bir şəraiti təsəvvür eləyin. O zaman birinci növbədə elə Azərbaycanı təhdid eləyəcək. Gedib öz müdafiə xəttini Livanda quran bir rejim nədən Azərbaycana diqqət yetirməsin? Azərbaycanda çox böyük onun siyasi yatırımları var. Bunu bugün demirik, 90-cı illərdən bu yana, hətta 80'lerin sonlarında perestroika dönemindən İran burada geniş fəaliyyət qurub, Hüseyniyondu, digər o qrupların olması, İran, Azərbaycan İslam Partiyası filan məsələsi çox məşhur məsələlərdən birisidir. Baxın, mən bunu dünən də dedim. Bu bir yana qalsın, Azərbaycan bir yana qalsın. Borçalını belə qarışdırır ya. Bilmirəm sizə rast gəldi mi? Bizim izləyicilərimiz onun fərqində oldular mı? Deməli, bizim soydaşlarımızın mərkəzləşdiyi yerdə, Barneoli deyirlər də, indi Sarvan, keçmiş Sarvanda Gürcistan bayraqları endirilib aşağı. Nədir, Xamneyi öldürülür. Və hər yanı qarışdırmaqla məşhurdur. Nədir, özü hakimiyyətini, ya da bu rejimin həyatı təmin olunsun. Bu dramatik bir dönəm yaşayırıq. Burada təhdid də var, burada fürsət də var. Bu böhrandan kim güclüdürsə, o daha
karlı çıxacaq. Bunu da bir yerə yazaq. Və Azərbaycan Milli Hərəkatı ya da Güney Azərbaycan Milli Hərəkatı deyək, daha dəqiq, bu dönəmi çox ciddi şəkildə dəyərləndirməli. Daha o nəzəri məsələlər bir yana, onun yeri deyil. Günlük məsələlərlə məşğul olmalıdır. Yəni məntiq bunu deyir. Məntiq bunu deyir. Bundan əvvəl nə olunmayıbsa, hansı işlər görülməyibsə, onlar görülməlidir. Təşkilatlanma problemimiz yenə durur. Hərəkatın kütləviləşməsi problemi yenə durur. Professionallaşması problemi yenə durur. Deyək ki, maksimalizmdən qopmaq, gerçək həyatın tələb etdiyi o şərtlərdə bir taktik, bir xətt yürütmək bunun özü bir problemdir. Baxın, biz Heydər bəy bizim dostlarla söhbət eləyəndə deyirlər ki, bu Şahın oğlunun heç bir şansı yoxdur. Deyirəm, niyə sən bax bu qədər belə qətiyyətlə deyirsən bu söz? Onun baxın Avropa ölkələrində, Amerikada, Kanadada filan da 200 minlik miting keçirir. Arkasında Amerika durur. Amerikadan daha artıq İsrail durur. Niyə belə arxayın danışırsınız? Bu arxayınlıq nəyə əsaslanır? Deyin, biz də inanın. Bunu sevməyə bilərik və sevmirik, doğru da eləyirik. Çünki bunun atası da, babası da Azərbaycana, Türklüyə hansı zülmü eləyib, bunu da biz bilirik. Amma biraz gözümüz açıq olsun gərək. Və hər tərəfdən elə bir təhlükə, təhdid də var. Bugünə qədər o milli hərəkatın bəzi liderlərinin yox, bu bizim məsələmiz deyil deyib kənara çəkilməkləri çox böyük bir ziyan gətirdi bizə. Bu vaxta qədər çox böyük bir ziyan. Millət həmişə səhnədə olmalı. Həmişə meydanlarda olmalı. Özünü bu səbəbsiz güllə qabağına qatmamaq şərti ilə həmişə ayıq olmalıdır və ümid eləyirəm ki, əvvəlki bizim hərəkatlar dövründə demirikmi biz 4 dəfə inqilab elədik. Deməli, yanlış o inqilabı apardıq ki, onun bir nəticəsi olmadı da. Məşrutə hərəkatından bu yana biz həmişə məğlub olmuşuq. Və bu dəfə bizim məğlub olmaq haqqımız, lüksümüz yoxdur. Və o səhvləri yenidən təkrar eləmək haqqımız yoxdur. Gözü açıq olmalıyıq. Bu arada onu da deyim ki, birinci növbədə özünə güvənməlidir. Xaricdən güclər deyə bilərlər ki, yox bu sizin işiniz deyil, sakit durun, filan eləyin, İran Türk dövlətindən çevriləcək filan da. Yox, otura, yəni göydən bir vəh gələcək və İran Türk dövlətindən çevriləcək. Bu nağıllara inanmaq lazımdır. Və bir daha deyirəm, millət ayıq olmalıdır, meydanlarda olmalıdır və sabahı üçün döyüşməyə hazır olmalıdır.